Naxçıvan dəftəri kimlərə aiddir? Osmanlılara aiddir. Osmanlılara aiddir. Naxçıvan dəftərində nə deyilirdi? Vergilərin yaşlılardan, qocalardan, şikəstlərdən, bu kimi əhalidən alınması qadağan alınmışdı, yəni alınmırdı. Bəli. Ümumiyyətlə, Azərbaycanı işğal etdikdən sonra Osmanlılar hansı bir çox məsələləri həll etsə də, bir məsələ var idi ki, o məsələni yarımçıq həll etdilər. Yəni tam həll edə bilmədilər. Aqrar münasibətləri həll edə bilmirlər. Bəli. Xidmət müqabilində verilən torpaqlar necə adlandırılırdı Osmanlıların dövründə? Yəni Azərbaycanı işğal etdikləri ərəfədə. Feodallara yox, yerli feodallara xidmət müqabilində torpaqlar verilirdi. Bu torpaqlar necə adlanırdı? Mən ağalıq bir də bəylik belə olar idi də. Bəli, düzdür. İlk müstəqil xanlığımız hansı xanlıq idi və onu yaradan şəxs kim olmuşdu? İlk dəfə Şəki xanlığı yaranır, hadisə bu yaradır onu. Bəli, 1-ci Rus-Qacar müharibəsi neçənci illəri əhatə edir? 1804-1813-cü illəri. Bəli. Nadir Şah hansı vəzifələri ləğv etmişdi? Baş sədrindən əmr-ül-mərə vəzifələrini ləğv edir. Baş vəzirindən sədr-əzəm vəzifələri. Rusların Azərbaycanı işğal etməsi nə zamandır və sonlandırılması nə zamandır? Ruslar 1722-23-cü illərdə. 23-cü illərdə. Bu zaman Azərbaycanda hansı idarə üsulunu yaratmışdılar? Komendant idarəsi. 2-ci Rus-Qacar müharibəsi neçənci illəri əhatə edirdi? 1827-26-28-ci illəri. Suxursat bəylərbəyliyin ərazisində yaranan xanlıqlarımız hansılar olmuşdu? İrəvan, Naxçıvan. Şamaxıda hakimiyyət uğrunda mübarizə neçənci illəri əhatə edir? Şamaxıda yadıma düşdü mənim. Deməli, 1800 yox, bir dəqiqə. 1789-dan 92. Bu mübarizədə kim qalib gələcək? Mustafa xan qalib gəlir. Hacı Çələbinin Şamaxı xanlığı üzərinə hücumu nə zamandı? Amma uğursuz oldu. Səbəbi nə idi bu uğursuz olmanın? 55-də hücum eləyir, çünki Qubalı Hüseynəli xan kömək eləyirdi onlara ona görə. Bəli.